Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Cənubi Qafqazla bağlı son açıqlaması birmənalı qarşılanmayıb. O, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilən üçtərəfli razılaşmaların aktuallığını itirmədiyini, sülh prosesi üçün Moskvanın vasitəçiliyinin zəruri olduğunu bildirib. Qlobal infazda danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu artırmaq cəhdləri artıq dərhal hiss olunur. Ukrayna cəbhəsində baş verən dəyişikliklər bu nəticəni gözlənilən etmişdi. Məlum olduğu kimi Rusiyanın Ukraynadakı uğursuzluqları Cənubi Qafqazda güc balansına təsir göstərir. Bundan isə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları istifadə edirdi. Moskva artıq regionda yaranmış yeni reallıq fonundan geri dönüş etməyə çalışır. Ən güclü alət kimi isə 3+3 formatını nəzərdən keçirir. Əslində bu təsadüfi deyil. Kreml görür ki, tək başına regionda geri dönüş etməyi bacarmayacaq. Buna görə də digər maraqlı qüvvələri, yəni İran və Türkiyəni bu formata qaytararaq təsir imkanını artırmağa çalışır. Təbii ki, Rusiya nəzarəti əldə saxlamaq istəyir. Yəni digər qüvvələri prosesə cəlb etsə də özünü daha üstün mövqedə görmək niyyətindədir. Lakin Azərbaycanın qurduğu möhkəm sistem var və artıq bununla razılaşmaq inandırıcı deyil. Yazını tam halda Qlobal infazdan oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.